Salam hörmətli izləyicilərimiz, xoş gördüm sizləri. Bugün Masazır qəsəbəsində gözəl bir tikili həyət evi, şəxsi həyət evi ilə sizin qarşınızdayıq. Masazır qəsəbəsində yerləşir. Əsas prospekt yolundan 200 metr dəqiq ölçülmüş məsafə, 200 metr məsafədə yerləşir. Şəxsi tikili 3 sot, 700-də 4 sota yaxın 3 otaqlı həyət evi. Bir xüsusi nüans var, hörmətli izləyicilərimiz. Bax, bu tikili 2 sot yarımdadır, 3 otaq, qəşəng şəxsi tikili 3 otaq, amma böyük otaq, super təmirli, çıxarışlı. Torpaq sahəsinin çıxarışı var, fərdi yaşayış. Kim istərsə özü rahatlıqla 400-500 manat xərci olan kupça alacaq. Şəxsi ev, qazı, suyu, işığı, yaşayışlı ev, mərkəzi kanalizasiya, telefonu, interneti. Deməli, bax bu bir. İndi ikinci bir nüansı sizlər üçün göstərim. Bax, bu evin darvazasından çıxdım. Bax, burada da boş torpaq sahəsi var. Bu da ev sahibinə aiddir, hörmətli izləyicilərimiz. Bu da 1,2 sotdadır. Burada da kim istəsə buranı bağ-bağat eləyib və yaxud da ki, oğluna, uşağına burada əlavə bir ev tikə bilər və yaxud da ki, torpağı sata da bilər yaxşı qiymətə. Burada 1 sot torpağın qiyməti 30.000 manatdır. Bu torpağın təkcə 120.000 manat torpağın, 110.000 manat torpağı eləyir. Qaldı ki, evin də qiyməti, ümumi qiymət 128.000 manatdır 3 sot 7-yə. Həm bu torpağa aid, həm də bu evə aid 128.000 manat ev yiyəsi pul istəyir. Kim istəsə buranı da 35-40 minə rahatlıqla sata bilər. Burada 1 sot torpaq 30.000 manat, qaldı ki 18-20 min manata bu boyda da 3 otaq həyət evini tikmək mümkün deyil. Şəxsi həyət evidir. 15 il öncə tikilib, saf və təmiz, iş görülmədən qalıb evimiz. Bax, həyət sahəsi, bax, burada da geniş həyət, burada da darvazası var, rahat 3 dənə maşın arxa-arxaya saxlaya bilir. Bu tərəfdən də göstərimsə, bax, belə vəziyyətdədir həyətimiz. Darvazası kazirok, həyətində su bulağı. Buranın suyu daimidir, hörmətli izləyicilərimiz. Bax, həyətində olan gözəl, sərgəli, sanitar qovşaq inşa olunubdur və hal-hazırda işləkdir. Evində bütün pəncərələr dəmir barmaqlarla əhatə olunub. Siz texnik otağı əlavə əldamını göstərim sizlər üçün. Bax, burada da evin əlavə əldamıdır, hörmətli izləyicilərimiz. Bax, buradan keçid edirsən. Bax, burada da evin kombisi burada yerləşir. Qəşəng 34'lük kombidir. Özü termona markalı, təmiz qalıb, saf qalıb, çox az bir işləyib, stabilizator da var. Bax, burada da əldamıdır, banka bloğunu yığmaq üçün. Şəxsi bir ev, öz sahibi tərəfindən inşa olunubdur. Həyəti də gözəl şəkildə. İndi isə vaxt itirmədən evin daxili sahəsini sizlərə göstərim. Bax, burada da perlası alüminyumdan qəşəng formada 4-5 daşda kürsü üzərində evə daxil olub. Hörmətli izləyicilərimiz, bax, evin içinə daxil oldum. Geniş bir xoşə 2 metr enində, 7 metr uzunluğunda, bax, belə bir gözəl koridoru. Kondisioner, kombi, mətbəx mebeli qiymətə daxil qalacaq. 128.000 içində qalacaq, hörmətli izləyicilərimiz. Evin təmiri super. Bir dənə pozuntu halı yoxdur. Salondan başlayaq. Bax, bu 4 yarımın 8 metrəyə, 8.30 olan hardasa 33 kvadratlıq, bax, salon hissəmiz. Çox gözəl təmir. Bax, bir dənə olsun ki, divar kağızlarında cızılma, pozulma halı yoxdur. İstilik sistemi, kombi, qazı, suyu, işığı, interneti, mərkəzi kanalizasiyası, evin qiyməti 3,7 sota aid 128.000 manata deyilir, amma endirim çox cüzi olacaq. Belə evlərin qiyməti 150.000-dir, hörmətli izləyicilərimiz. Kim alsa burada valideyn yaşaya bilər, digər bir 1,2 sotda uşağı üçün qəşəng bir 2 mərtəbə ev tikə bilər və yaxud da ki, oranı bir 30.000-40 minə sata bilər. Bu evdə onun üstündə 70-80 min manata düşəcək. Mətbəx hissəmiz, deyim sizə, 4'ün 3 yarımı hardasa 14 kvadrata yaxın, gözəl, saf təmir, öz həyətinə baxır. Heç bir qonşuda görürsünüz, pəncərələr bu qonşunun həyətinə düşmür. Bu mətbəx hissəsi. Burada sanitar qovşaq və hamam otağımız ayrı bir şəkildədir. Bax, bu sanitar qovşaq otağımız, qəşəng. Evdəki 4 dövrəmə 10-15 il bundan qabaq 4 dövrəmə daşdan tikilib. Bax, burada da hamamı görürsünüz. Bax, bu sadəcə bu masaj duş qabının qiyməti 1800 manat alıb. Hər bir funksiyası var, pultu var.
Musiqi mərkəzi var, burada istifadə edə bilirsiniz. Çox gözəl bir şəkildə qəşəng divar kağızları da qəşəngdir. Bax, bu qəşəng bir duş kabini. Həm masaj funksiyalı, həm musiqili. Yataq otaqlarını göstərim sizə. Bax, bu bir yataq otağı, 16 kvadrat sahəsi var. Super təmirdir. 128 min elə bir 2 dənə ev alırsan, hörmətli izləyicilərimiz. Bax, bu belə bir yataq otağımız. Bu isə valideyn yataq otağımız. Bura isə 20 kvadrat. 20 kvadrat. Demək, evin daxili sahəsi 100 kvadratdan çoxdur. Torpaq sahəsinin fərdi yaşayış çıxarışı var. Uzun illərin təmir olmağına baxmayaraq bir dənə də olsun pozuntu halı yoxdur. 3,7 sotda 2 sot yarım bu 3 otaqlı həyət evinə aiddir və 1,2 sotda bu evə aiddir. Onun çıxarışı ama ayrıdır. Alıb rahatlıqla ya sata ya əlavə ev tikə bilərsiniz. 1,2, 2,5, 3,7 sot, 3 otaqlı şəxsi tikili ev 128 min manata təklif olunur. Alıcıya cüzi endirmə olacaq. Evin daxilində qalan əşyaları sadalayım. Kombi, radiator, hamam tuvalet aksesuarı, kondisioner və mətbəx mebeli qiymətə daxil qalacaq. Kim əlavə mebellərdən istəsə, qiymətə əlavə eləyib saxlatdıra bilər. Buyurun hörmətli izləyicilərimiz. Diqqətinizə və izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.